hazır ceza atılacaq. Bir yana durayım, bir yana gel. Çəkirsən. Yok, gel, al şuraya. Ay cəhənnəm, o gedib o bəndə. Hardasa bir həftədir su daşqınları başlayıb. Bütün respublikada bu vəziyyətdə bir biz deyirik. Amma bizim həyatımız illər boyu burada yaşamışıq. 42 ildir bu həyatda yaşayıram mən. Həkimə getmişdim, gəldim gördüm ki, səhər-səhər gəldim ki, uca qapıya düşə bilmirəm. Mən dünən üçün gəlməli idim. Bəlkə də dünən gəlsəydim bu həyata düşə bilərdim. Yaşayış olan evdir, 2 evdir. Qaynımın uşağıdır, müharibə veteranıdır, körpə bir uşağı var. İndi başqa bir evdə sığıntı şəklində yaşayır. Mən özüm də gəlmişəm, qaynımgildə sığıntı şəklində yaşayıram, indi hal-hazırda. 2010-cu ildə bu bənd üstündə oturduğumuz bənd su daşqını vaxtında Cənab Prezidentimizin sərəncamı ilə bu bənd möhkəmləndi, eniləndi, böyük həm hündürləşdirildi. İndi artıq bizim o qədər qorxumuz yoxdur. Bir qədər ki, kəndə ziyanlıq dəymək cəhətindən, yəni qorxumuz yoxdur. Amma ümumi cəhətindən qapıları şirə vurur, pay torpaqlarımızı 30 ailənin, 31 ailənin pay torpağın su apardı, su altında qaldı. Yəni, belə gördüyümüz kimi, yəni arxada gördüyümüz evlər qaldı suyun içərisində. Yəni hələ də davam edir də, yəni suyun qalxması. Bəli, hələ də artıq bugünkü gündə yəni qara su da qalxır, Turyan çaydan gələn, ondan sonra Kür çayı qalxır. Hər ikisi bir yerdə fəsadları yəni davam edir, gedir. Onda olubdu. Onda da texnikalar var idi. Bizi şirədən çıxartdılar, amma indi şirənin içində boğuluq. Bizə yardım lazımdır. Bizim bu şirələr çəkilməyə. Biz məhliyə girə bilmirik. Evimizin altı, həyatımız hamısı sudur. Bəndin üstündən aşmır, amma altından sızmır. Altından verir. Bax, belə ki, bu vəziyyətdəyik. Nə də gedib öydə də dayana bilmirik ki, burada su bizi aparır. Bir elə əkinimiz var idi, onlar da məhv oldu. Özümüz də suyun içində. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırki vəziyyət təhlükəli hesab edilmir. O da qeyd olunub ki, Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırki səviyyəsindən təxminən 1,5 metr yüksəlməsi lazımdır. Əlbəyli kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsi Əlvan Muradov. Son günlər Kür çayından suyun səviyyəsinin qalxması ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən bizə qabaqcadan xəbərdarlıq olunmuşdur. Kənd əhalisi və zəruri olan orqanlar və yaxud da su nasos stansiyaları hamısı xəbərdarlıq olub, əhali qabaqcadan xəbərdar olunmuşdur. Hal-hazırda durduğumuz yer kəndin belə deyək də ən subasar hissəsidir. Kəndin əsas belə deyək bənd kəndi qoruyan hissəsi, Kür bəndin ən əsas bəndin üstündəyik. Kənd üçün heç bir təhlükə yoxdur. Yalnız bənddən Kür tərəfi olan sahələrdə müəyyən cəmaatın əkin sahələrində su basma vardır. Bu da aydın məsələdir ki, yardımçı bəndlər olub. Yəni əsas bənddən içəridə olduğuna görə onları saxlamaq mümkün olmuyor. Amma əsas bənddən kənd tərəfi Allaha şükür ki, heç bir təhlükə yoxdur. Daim nəzarətdə saxlayırıq. Növbətçilik qrafiklərimiz var. Mütəmadi olaraq Fövqəladə Hallar Komissiyasının Zərdab rayon icra hakimiyyətini və aidiyyatı orqanları lazım məlumatlardan məlumatlandırırıq. İstədiyimiz texnikanı da bizə verirlər. Lazımi yerdə lazımi işləri aparırıq. Allahın köməkliyi ilə inşallah ki, heç bir təhlükə olmaz. İki evlə bağlı orada vəziyyət. Bizim 70-ci illərdən Kürün qorunma zolağında bizim 2 ev var. Hər Kür daşqınında o evlər su basmaya məhruz qalır. 78-ci ildə də belə olub, 2010-cu ildə də belə olub. O ev sahiblərinə başqa ev təklif olunsa da ev sahibləri oradan çıxmaqla israr ediblər, çıxmayıblar. Bugün də ev su basmaya məhruz qaldığı üçün, daha doğrusu dünəndən biz həmin evin sakinlərini kəndin təhlükəsiz yerində evakuasiya edib yerləşdirmişik. Hazırda onların təhlükəsizliyi tam təmin olunmuşdur. Mövcud vəziyyətlə bağlı Kür bənd idarəsi və su meliorasiya sistemlərinin istismarı idarəsinin əməkdaşları texnika və canlı qüvvə ilə əraziyə cəlb olunub.